Klava və indi Neftçinin əks hücumu başlayır Flavinho ilə. Flavinho hücum davam edir və hesab açılır. Araz Abdullayev 5-ci dəqiqədə Neftçini hesab edən çıxarır. Adi səhv və top qapıdan keçir. Araz Abdullayev hesabı açdı 5-ci dəqiqədə. Çox sadə səhv Azar komandasının müdafiə xəttindən və Araz Abdullayev işlək olmayan, hətta sağ ayağı ilə topu Ruslan Məcidovun ayaqları arasından qapıdan keçirir. İzləyirik təkrarı. Bəli, bu da müdafiədəki kobud səhvin nəticəsi. Səhvə yol verən futbolçu isə Kərim Diniyev idi. Xatırladım ki, Kərim Diniyev elə Neftçi komandasının futbolçusu. Viktor İbekoy, Murad Ağayev zərbə indirə bilər, ötürmə İbekoy'ya, İbekoy və top qapıdan keçmir. Top qapıdan keçmir. İnanılmaz bir epizod. Azal futbolçularının qurduğu əla hücum qolla yekunlaşmadı. Sadəcə topu qapıdan keçirmək qalmışdı Nedo Turkoviç'də. Fikir verək, oyundan kənar vəziyyət yox idi, bəli. İbekoy, Kərim Diniyev ötürülür top. Diniyev, cərmə meydançasında ötürmə, zərbə və Stamenkoviç. Daha bir ötürmə, zərbə indirilir Cardoso və Ruslan Məcidov əla oynayır. Şükürov, ötürmə cərmə meydançasına, Nəsimovun zərbəsi effektli alınır. Bahadır Nəsimova ideal ötürmə etmişdi. Mahir Şükürov sadəcə Özbəkistanlı hücumçu dəqiq zərbə indirə bilmədi. Ötən tur Qəvələ ilə. Flavinho keçir rəqibini. Flavinho ötürmə qapı qarşısına. Ruslan Məcidov yenə səhvə yol verdi. Araz Abdullayev. Abdullayev və top qapıdadır. Araz Abdullayev. 2-0. Araz Abdullayev hər iki qolun müəllifidir və özünün və komandasının ikinci qolunu vurdu. Araz Abdullayev, milli komandamızın üzvü. İlk hissənin sonlarında Neftçi fərqi artırır. Və bu da qolun təkrarı. İbekoy çox çalışdı, lakin topu qapı xəttindən uzaqlaşdıra bilmədi. Bertocchi'dən cərmə meydançasına ötürmə. Nəsimov, Məcidov 2 epizodda əla oynayır. Turkoviç. Ötürmə keçmir, ancaq hücum davam edir Oluremi. Ötürmə qapı qarşısına. Murad Ağayev zərbə indirə bilmədi. Viktor İbekoy. İbekoy ötürmə Oluremi'yə. Oluremi'nin zərbəsi alınır. İbekoy topu qapının üstündən vurur. Müdafiədə cəmi 4 futbolçu var idi. Neftçi komandasından geriyə heç kim çəkilməmişdi və 5 futbolçu ilə, hətta 6 oyuncu ilə atılan Azal bu imkandan yararlana bilmədi. Artıq bu epizoddan da yararlana bilmirsə Azal futbolçuları çətin ki Neftçini məğlub edə bilsin. Əlavə olunmuş 3-cü dəqiqə başlayır. Bahadır Nəsimov topa çatmağa çalışdı. Çatır topa. Nəsimov və top qapıdan alı keçir. Bahadır Nəsimov hesabı 3-0-a çatdıra bilərdi, ancaq zərbəsi dəqiq alınmadı. Ailton ayala keçdi, zərbə də indirdi, ancaq İbekoy sona qədər mübarizə aparır. Viktor İbekoy yerə yıxılır və 11 metrlik cərmə zərbəsi. İşarə verilir. Oluremi və top qapıdadır. John Oluremi fərqi minimuma endirir, ancaq bunu yalnız son saniyələrdə etdi Azal futbolçuları. Və artıq hesabı bərabərləşdirmək üçün vaxt yoxdur. 2-1. Oyun başlayır və qarşılaşma da yekunlaşır. Bəli.